Her vaxtınız xeyir olsun yoldaşlar. 5 iyul və 16 iyul imtahanlarında iştirak etmək istəyən müdavimlər 26-cı ilin qəbullarına mütləq baxıb imtahana getməlidirlər və onlar üçün ən aktual qəbul isə iyun qəbulu ola bilər. Onun üçün də iyun qəbulunun izahı ilə tanış olursunuz. Günorta növbəsini çəkib qoymuşdum. Bu da səhər növbəsi. Uyğunluğu müəyyən edin. Web brauzer, qrafiki redaktor və nəşriyyat sistemlərini seçin. Yoldaşlar, web brauzer Safari'dir burada. Bir de Microsoft Edge. Grafiki redaktor Streamline'dır. Ve NewTek Lightwave'dir. Bunlar hamısı software nəzirəmizdə mövcuddur. DİMİN standart məşhur verdiyi proqramlardandır. PageMaker da təbii ki nəşriyyat sistemidir. Doğru cavab variantı Y variantıdır. Düsturun düzgün yazılışını müəyyən edin. Yoldaşlar, S9'un kvadratı belə yazılmalıydı. S9'un kvadratı. Böl işarəsi belə yazılmalıydı. Slash. D xana adı deyil. Xananın adında bir hərf, minimum bir dənə də rəqəm olmalıdır. Yəni D5, D8, D193 belə şeylər olmalıdır. Və xananın adının qabağında, bərabər işarəsinin qabağında heç nə qoyulmamalıdır. Cavab A variantıdır. Mətn fraqmentinin seçilməsi əməliyyatı düzgün verilməmişdir. Kursoru simvolun üzərində saxlamaqla sol düyməni bir dəfə klikləmək. Bir dəfə klikləmək sadəcə kursoru aktivləşdirir və ya onun yerini dəyişir. C variantı səhv cavabdır. Elə bizdən də səhvi soruşur. Kursoru sənədin boşluq, sol boş hissəsində 2 dəfə klikləsək abzas seçilir. Kursoru sözün üzərində 2 dəfə klikləsək sözün özü seçilir. Kursoru simvolun sol və sağında saxlamaqla 3 dəfə 2 dəfə klikləyəndə isə yenə də mətn fraqmentləri seçilir. Amma C-də seçilmir. Hələ ki, üçü də rahat sual idi. Dördüncü sual, elə bu da rahat sualdır. Göstərilən topologiya üçün doğru mülahizələr. Ulduz topologiyasıda yazıb kabeldə olan nasazlıq ancaq bu kabelə qoşulan kompüterə təsir edir. Düzdür. Bu kabel qırılsa, tutaq ki, yalnız bu kompüterin işində problem yaranır. Hər bir kompüter növbəti kompüterə informasiya ötürür və özündən qabaq gələndən informasiya alır. Bu səhv. Çünki bu halqa topologiyasının xüsusiyyətidir. Ciddi çatışmazlığı abunəçi sayının məhdud olmasıdır. Bu da düzdür. 8-16 kompüterdən çox qoşmaq olmur. Olur, amma müxtəlif əlavə avadanlıqlarla. Kiçik ölçülü şəbəkə qurulması üçün istifadə edilir. Bu da düzdür. Bizdən nəyi soruşur? Bircə dəqiqə baxın. Bizdən doğru mülahizələri soruşur. Mənfi cəhəti avadanlığın baha olmasıdır. Bu da düzdür. Kiçik ölçülü şəbəkələrin qurulmasında istifadə edilir anlayışı belə deyək, bir neçə topologiya aid ola bilər və həmçinin də bu topologiyanı istifadə edərək və əlavə avadanlıqlarla böyük şəbəkələr də qurmaq olur. Mənfi cəhəti avadanlığının baha olmasıdır. Bəli, avadanlığı ən ucuz olan Şin topologiyasıdır. Amma baha olan da budur. 1, 3, 5 doğrudur. Gəlin digər variantlara da bax. Terminatorun sıradan çıxması şəbəkənin işini dayandırır. Bu da səhvdir. Çünki Terminator Şin topologiyasına aid. Hər bir kompüterdən gələn informasiya eyni zamanda digər kompüterlərə ötürülür. Bu da uyğunsuzdur. Cavab olur. Təbii ki 1, 3, 5. Biraz dördüncü bənd sizi narahat edə bilərdi, amma 1, 3, 5-in qətiyyətlə doğruluğu belə deyim, sualı doğru cavablamağınıza kömək edərdi. Start düyməsinin tapşırıq panelindəki mövqeyində taskbar settingin hansı bölməsinə, daha doğrusu start menüsünün tapşırıqlar panelinin mövqeyindəkini, üzr istəyirəm, bizə dəqiq. Start düyməsinin tapşırıq panelindəki mövqeyini taskbarın hansı keçidi ilə tənzimləmək olar? Taskbar behavior. Bilirsiniz ki, Windows 11 əməliyyat sistemi ilə bağlı ilk nəzəriyyəni mən yazmışam və həmin nəzəriyyədə təxminən deyəsən 3 ya 4-cü səhifədədir ki, taskbar behaviordan danışmışam. Taskbar üzərində sağ düymə vuranda taskbar setting açılır. Ora keçirsiniz.
Burada yazılıb taskbar behavior. Üzerine klikləyəndə taskbarın yerləşməsinin, daha doğrusu taskbarın özünün də yerləşməsinin və onun üzərindəki menyuların da yerləşməsinin mərkəzdə yoxsa solda dayanmasını təyin eləmək mümkündür. Behavior'ın daxilində. 6 da sadə sualdır. Kompüterləri şəbəkələrin nazik adapterləri ilə birləşdirmək üçün konnektordan istifadə edirik. Yoğun kabellə birləşdirmək üçün isə transceiverdən istifadə edirik. Dayanıqlı şəbəkə yaratmaq üçün elektrik təminatından asılılığı azaltmaq üçün isə UPS istifadə edirik. Cavab olur 1C, 2D, 3B. B variantı. 7-ci sual. Sənəddəki cədvəldəki sətirlər seçilir və insert below əmri icra olunur. Insert below aşağıya sətir əlavə deməkdir. Bu hissə seçildiyi üçün bura sətirlərə əlavə olunacaq. Və sizə sual verir ki, Məmmədzadə yazısı neçənci sətirdə olacaq? Elə Məmmədzadə yerini dəyişməyəcək. 1, 2, 3-cü yerdə olacaq. Çünki əlavə olunan sətirlər Tağıyevdən aşağı əlavə olunacaq. Boş qovluğa həcmləri 4, 7, 12, 21 və 24 kilobayt olan 5 fayl əlavə edilib və klaster ölçüsü 6 kilobayt olduğu üçün orada müəyyən qədər fayllar öz yaddaşından daha çox yer tutur deyir. Bilirik ki, əgər 6 kilobaytlıq klasterə 4 kilobaytlıq faylı yazırıqsa, o klaster tam dolur. 7 kilobaytlıq faylı 6 kilobaytlıq klasterlərə yazanda bir klaster kifayət etmir. Onca 2 klaster götürülür və o artıq yaddaşda 12 kilobayt yer tutur. 12 6-ya tam bölünür. 14 elə yaddaşda 12 kilobayt yer tutur. Bununla bağlı çox gözəl izahım var. Sadəcə o bağlı videodur. Öz tələbələrimiz üçündür. Çox rahat bir mövzudur əslində. 21 də 6-ya bölünəndə 3 tam neçəsə eləyir. Ona görə 4 klaster zanit olur. Yaddaşda 24 kilobayt yer tutur. 24 ilə 24 olaraq qalır. İndi burada sizə deyir ki, öz həcmi, daha doğrusu bir daha oxuyun bu hissəni, diskdəki həcmi, öz həcmindən çox olan fayllar seçilir və onlar ikinci dəfə nüsxəsi yaradılır. Bax, öz həcmi 4 idi, amma diskdə 6-dır, düzdür? Ona görə deyir, bunun bir dənə də nüsxəsini yaradırıq. 6-nın bir dənə də nüsxəsini yaradanda olur bir dənə də 6. 12-nin də bir dənə də nüsxəsini yaradırıq. Onda bir dənə də 12 əlavə olunur. Bu 12-ni yaratmırıq. Çünki yaddaş həcmləri eynidir. 24-ü də bir dənə də yaradırıq. Olur bir dənə də 24. Çünki öz həcmi, yaddaş həcmi diskdəkindən azdır da. Sonuncunu da əl vurmuruq, saxlamırıq. Və bu fayllar diskə yazılandan sonra artıq bu yaddaşları tutublar. Və onlardan da bir neçəsi kopyalanıb. Yəni ikinci dəfə nüsxəsi yaranıb. İndi deyir ki, bu faylları ümumi saxlamaq üçün neçədən 6 kilobaytlıq klasterə ehtiyac var? Və bu 6 üçün bir dənə. Bu 6 üçün də bir dənə. Bu 12 üçün 2 dənə. Bu 12 üçün də 2 dənə. Bu 12 üçün də 2 dənə. Hamısını 6-ya bölərək tapıram. 24 üçün 4 dənə. Bu birisi 24 üçün 4 dənə. Bu birisi 24 üçün də 4 dənə. İndi bu klasterləri toplayırsınız. 2, 4, 6, 8, bu da 12, 20. Cavab A variantı. Bəlkə bu qəbuldakı ən çətin test bu idi. Amma yenə də məntiqini başa düşən tələbələr üçün bu çətin bir şey deyil. Zoom əməliyyatı nəyə imkan verir? Pəncərədəki mətnin görünüşünün böyüdülüb kiçildilməsinə. Mətnin ölçüsü, vərəqin ölçüsü, mətnin şrifti, bunlar deyil. Zoom sadəcə mətni yaxınlaşdırır, görünüşünü daha böyük ya da daha kiçik göstərir. 10. Mak ünvanları seçin. Yəni, doğruları nəzərdə tutur. Mak olmayan ünvanlar desəydi, yanlışları seçəcəkdir. Burada G hərfi var, ona görə 1 səhvdir. Burada K hərfi var, M hərfi var, ona görə 3 də səhvdir. Dördüncüdə də aktetlər 3-3 cütləşib, o da səhvdir. Cavab olur 2, 5, 6. Düzgünləri soruşur. Keçirik növbəti suallara. 11-ci sual da rahat sualdır. Sadəcə biraz vaxt aparması üçün bəlkə də böyük təşkil edilib. Deyir, C1, C6
diapazondaki düsturlardan hansıların cevabı program olmayacaqdır? Baxın, gəlin baxaq 1-ə. Birinci, yəni C1 xanasına. Deyir left A1 virgül 4. A1 xanasının soldan 4 simvolu. Prog. Bir de right B2 virgül 3. B2 xanasının sağdan 3 simvolu. Proqla RAM birləşəndə proqram olur. Bəli. Deməli C1'i cavab kimi götürməyəcəyik. Çünki məndən olmayanları soruşur. 1 getdi. D getdi. B getdi. Y getdi. Yalnız A ilə C'nin fərqli hissəsinə baxsaq, yəni bir dənə 2'yə də baxsaq bəs eləyər əslində. C2'ni yoxlayaq. C2'də nə yazıb? Left B3 virgül 3. B3'ün soldan 3 hərfi. Soldan 3 hərfi pro'dur. Pro. Və A2'nin soldan 4 hərfi. A2'nin də soldan 4 hərfi qramdır. Pro ilə qram birləşəndə yenə proqram əmələ gəlir də. Deməli 2 də doğrudur, 2'ni də götürməyəcəyik. Cavab qaldı C variantı. Vəsaitimizdə buna aid sual nümunələri mövcud. 12-ci sual. Yenə də informasiya təhlükəsizliyi ilə bağlı olan vəsaitimdə yerləşən bir sualdır. Azərbaycan Respublikası qanununa əsasən kiber təhdidin nə olduğunu soruşur. Orada 3 dənə punkt var yoldaşlar. Mütləq onu əzbərləyin. Kiber təhdid, kiber hücum, kiber amil olmalı. Yox, üzr istəyirəm. Kiber hücum, kiber təhdid, bir də kiber insident. Mən tələbələrimizə demişəm ki, kiber insidenti yadda saxlayın hadisə sözü ilə. Tərifin içində hadisə sözü var. Kiberin bax, sonunda hadisə olan kiber insidentdir. Elə insident özü hadisə demək. Kiber hücum əməldir. Kiber təhdidi isə amil və yaxud vəziyyətdir. Niyə belə deyim də, yadda saxlamaq üçün nə asan yol deyə bilərəm? Kiber təhdiddə 2 dənə D var, burada da 2 dənə söz var, amil və vəziyyət. Bəlkə də məntiqsiz gəlir sizə, amma bütün belə deyək də cümləni əzbərləməyə ehtiyac yox. Kiber təhdid deyəndə amil və ya vəziyyət, kiber hücum deyəndə əməl, kiber insident deyəndə hadisə sözünü yadda saxlayın, tutarsın getsin. Və sonuncu sualımız ana plata üzərində yerləşən qurğulara aid deyil. Təbii ki, sərt disk sistem bloku daxilində yerləşsə də ana platanın üzərində yerləşmir. Ona görə də cavab Y variantı. Yoldaşlar, bu qədər. Növbəti videolarda görüşərik. Sizin üçün möhtəşəm bir video hazırlamışam, hansı ki, həmin videoda son imtahana düşən çətin bir sual tipi var. Amma elə bir həll var ki, cəmi 10 saniyə o sualın həllini imtahanda tapa biləcəksiniz. Mütləq o videonu da izləyərsiniz. Salamat qalın, imtahanlarınıza uğurlar.